Salam, hər vaxtınız xeyir. Bugün sentyabr ayının 25-i müsahibə mərhələsində müəllimlərə ünvanlanan bir neçə sualın izahını səsləndirəcəm. Deməli, belə bir sual ünvanlanıb ki, diaqnostik qiymətləndirmə aparıldıqdan sonra müəyyən edirsiniz ki, sinifin 50%-nin nəticəsi aşağıdır. Bu zaman nə edərsiniz? Bu normal haldır. Yəni biz diaqnostik qiymətləndirməni nə məqsədlə aparırıq? Şagirdlərimizi tanımaq üçün. Yəni şagird nəyi bilir, nəyi bilmir, digər şagirdlərlə müqayisədə hansı səviyyədədir, şagirdi inkişaf etdirmək üçün nələri etməliyəm? Yəni bunların hər birini diaqnostik qiymətləndirmədən sonra müəyyən edə bilirik. Yəni bu sualların cavabını diaqnostik qiymətləndirmədən sonra tapacağam. Mən şagirdin üzünə baxıb onun qavrama səviyyəsinin nə dərəcədə olduğunu, nəyi bildiyini, nəyi bilmədiyini öyrənə bilmərəm. Bu normal haldır. Ola bilər ki, sinifin 70%-nin də nəticəsi aşağı ola bilər və yaxud da ki 80%-nin də nəticəsi aşağı ola bilər. Çünki bu heç bir risk tələb etmir, risk daha doğrusu təşkil etmir diaqnostik qiymətləndirmə. İlkin qiymətləndirmədir. Yəni burada nə müəllimi heç kəs mühakimə edə bilməz ki, şagirdin göstəricisi niyə bu cürdür və yaxud da ki mən şagirdi mühakimə edə bilmərəm. Yəni bu hələ necə deyim, yolun başlanğıcıdır. Yəni biz şagirdlə yeni başlamışıq bu yola. Bu yolumuz da bir bölmə ərzində gedilən məsafədir. Yəni bu yolda onsuz da mən şagirdimi öyrədəcəm. Amma ilk başdan həmin şagirdləri daha yaxından tanımalıyam ki, mən onları necə öyrədəcəm, hansı zəif cəhətləri var, yəni bilmədikləri nədir, necə yanaşmaq lazımdır. Yəni diaqnostik qiymətləndirmədən sonra bunların hər birisini müəyyən edərək biz şagirdimizə differensial yanaşırıq. Eyni zamanda diaqnostik qiymətləndirmədən sonra biz planlaşdırmamızda da dəyişiklik edə bilərik. Elə mövzular var ki, onlara saat çox ayrılıb, eləsinə var ki, deməli az saat ayrılıb və diaqnostik qiymətləndirmə keçirildikdən sonra baxıram ki, hansı mövzuya çox saat ayırmışam, yəni şagirdin bunun haqqında məlumatı var, amma digər mövzularda şagirdin çətinliyi var, ümumiyyətlə heç anlayışı da yoxdur, təsəvvürü də yoxdur. Yəni bu zaman o saatlar arasında dəyişiklik də edə bilərəm. Yəni ən məqsədə uyğun ilk diaqnostik qiymətləndirmənin həyata keçirilməsi, daha sonra planlaşdırmanın hazırlanması. Yəni bu daha qənaətbəxşdir. Çünki şagirdi tanıyıb ondan sonra hansı alt standartın tələb etdiyi bilik və bacarığı reallaşdırmaq üçün nə qədər zaman ayıracağımı daha dəqiq müəyyən edə bilirəm. Çünki biz ümumiyyətlə şagirdlərə diaqnostik qiymətləndirməni deməli qiymətləndirmə tapşırıqlarını hazırlayarkən onların həm köhnə biliklərinə aid, həm də ki yeni biliklərinə aid suallar veririk. Yəni bir bölmə ərzində nələri reallaşdıracaqsa, oradan da şagirdlərə sual ünvanlamalıyıq mütləq şəkildə. Eyni zamanda yəni köhnə biliklərindən də şagirdləri yoxlaya bilərik. Yəni yeni keçəcəyim mövzu haqqında şagird bilməyə də bilər. Yəni bilməsə mən onu mühakimə etməyəcəm. Daha sonra belə bir sual ünvanlanıb ki, diaqnostik qiymətləndirmə nə zaman aparılır? Dünən də bu sual ünvanlanmışdı. Diaqnostik qiymətləndirmə ilkin qiymətləndirmədir. Yəni bu sırf şagirdi tanımaq üçün müəyyən edilmiş qiymətləndirmədir ki, yəni şagirdi daha yaxından tanıyaq. Buna görə deyirik müəllim üçün barometr rolunu oynayan qiymətləndirmədir. Şagirdin nəyi bilib bilmədiyini müəyyən etmək üçün həyata keçirilir. Deməli, dərs ilinin əvvəlində, bəhs və bölmələrin əvvəlində, yarım illərin əvvəlində, şagird məktəbdən məktəbə keçərkən, sinifdən sinifə keçərkən və yaxud da ki, mən əvəz etməklə hər hansı bir müəllimin dərsini deyirəm, hər hansı bir sinifə dərs deyəcəmsə, ilk öncə sinifə daxil olanda mən diaqnostik qiymətləndirmə aparıram. Çünki mən yeni daxil olduğum sinifi hələ tanımıram. Mütləq şəkildə diaqnostik qiymətləndirmə aparmalıyam. Yəni il ərzində də şagirdə eyni bilik, eyni bacarıq formalaşdırılmır
və yaxud da ki, hər bölmədə fərqli-fərqli alt standartlar deyək ki, reallaşdırılır. Deməli, hər bir bölmənin əvvəlində şagird mütləq şəkildə diaqnostik qiymətləndirmə edilməlidir. Yəni, diaqnostik qiymətləndirmə aparılmalıdır. Mütləq şəkildə dərsin əvvəlində də diaqnostik edə bilərəm. Məsəl üçün, klaster iş üsulundan istifadə edərək, BÜBÜ iş üsulundan istifadə edərək biz diaqnostik qiymətləndirmə apara bilərik dərsin əvvəlində. Deməli, qiymətləndirmələrin nəticələri harada qeyd olunur? Deməli, deyirik ki, məktəbdaxili qiymətləndirmə, yəni 3 istiqamətdə aparılır. Diaqnostik, formativ və summativ qiymətləndirmə. Diaqnostik qiymətləndirmənin nəticələri şagirdin portfoliosunda və müəllimin qeyd dəftərində saxlanılır. Yəni, biz ora qiymət yazmırıq, qeydlərimizi yazırıq. Şagird haqqında deyək ki, bu bölmədə nəyi öyrədəcəksə, hansı hissədə şagirdin ümumiyyətlə anlayışı yoxdur, nələr haqqında anlayışı var, yəni bunu dəqiq, aydın şəkildə yazırıq. Yəni hər bir şagirdin nəticələrinə uyğun, yəni qeydlər aparırıq və onu portfoliosunda saxlayırıq. Eləcə də müəllimin qeyd dəftərində də öz əksini tapır. Formativ qiymətləndirmənin nəticələri isə, yəni biz şagirdin məktəbli kitabçasında rəylər formasında yazırıq, konstruktiv məzmunlu rəylər formasında yazırıq. Bəzən belə bir sual meydana gələr ki, biz konstruktiv rəyi gündəliyə necə yazaq? Artıq 2024-cü ildən yeni məktəbli kitabçaları deməli var. Yəni bu məktəbli kitabçalarında artıq rəyləri yazmaq üçün kifayət qədər yerimiz var. Yəni fikirlərimizi ora yaza bilərik. Məsəl üçün deyək ki, sürətli oxu bacarıqlarının üzərində daha çox işlə. İfadəli oxu bacarıqlarının üzərində daha çox işlə. Yəni bu cür konstruktiv məzmunlu rəylər yazırıq formativ qiymətləndirmə apararkən şagirdə və eyni zamanda müəllimin formativ qeyd dəftərində öz əksini tapır. Yəni, formativ qiymətləndirmənin nəticəsi şagirdin məktəbli kitabçası və müəllimin formativ qeyd dəftərində öz əksini tapır. Summativ qiymətləndirmənin nəticələri də, yəni bunu məktəbli kitabçasına da yazırıq şagirdin, eyni zamanda jurnala da yazırıq. Yəni, jurnala qeyd olunur. Summativ qiymətləndirmə rəsmi qiymətləndirmədir, geriyə dönüşü olmayan qiymətləndirmədir. Yəni, deyək ki, bu yolun sonudur. Yəni, bölmənin sonunda şagird bölmə ərzində reallaşdırılan alt standartın tələb etdiyi bilik və bacarığı nə dərəcədə mənimsədiyini ölçmək üçün summativ qiymətləndirməni aparırıq və bu jurnalda qeyd olunur, məktəb jurnalında, eyni zamanda şagirdin məktəbli kitabçasında qeyd olunur. Böyük summativ qiymətləndirməni də məktəb rəhbərliyi aparsa da, qiymətləri, yəni onlar yoxlayıb şagirdi qiymətləndirsə də, deməli, jurnala müəllim qeyd eləyir böyük summativ qiymətləndirmənin nəticələri. Kəmiyyətlə qiymət verilir, yəni bal və qiymətlə şagirdə deməli qiymət verilir. Valideynə övladının nəticələrini necə bildirirsiniz? Yəni, biz mütəmadi olaraq valideynlə əməkdaşlıq etməliyik. Çünki valideyn də təhsil prosesinin bir iştirakçısıdır. Təhsil tutucağı deyirik. Yəni, bura müəllim, şagird və valideyn daxildir. Əgər valideynlə müəllimin fəaliyyəti üst-üstə düşərsə, biz təbii ki, həm akademik biliyi, həm də ki, davranışı düzgün olan bir şəxsiyyət yetişdirmiş olarıq. Biz valideynlə necə danışırıq? Yəni, şagirdin nailiyyətini, şagirdin nəticələrini valideynə necə bildiririk? Təbii ki, fərdi şəkildə. Mütəmadi olaraq şagirdin irəliləyişləri haqqında valideynə məlumat verməliyik. Yəni, inkişafa ehtiyacı olan hər hansı bir cəhətləri də varsa, yəni demirik valideyn getsin, nəyisə öyrətsin. Bəs valideyn öyrədəcəksə, onda biz nə üçün fəaliyyət göstəririk? Xeyr, möhkəmləndirmək üçün, daha sonra deməli şagirdin fəaliyyətinə nəzarət etmək üçün, evdə şagirdlə necə davranmaq lazımdır, yəni necə işləmək lazımdır. Bu tövsiyələri biz valideynlərlə, yəni birgə müzakirə edirik, tövsiyələr veririk valideynlərə.
şagirdin hər hansı bir nailiyyəti, istər formativ qiymətləndirməsi olsun, onsuz da bunu məktəbli kitabçasına qeyd edirik, istər summativ qiymətləndirmə olsun, yəni bunu fərdi şəkildə valideynə bildiririk. Yenə də summativin də nəticəsini məktəbli kitabçasına qeyd edirik, formativ nəticələrində, məsəl üçün, konstruktiv rəylər formasında məktəbli kitabçasına qeyd edirik. Amma ki, bundan əlavə də mütləq şəkildə biz valideynlərlə əməkdaşlıq etməliyik ki, şagirdin də deməli nailiyyəti yüksəlsin, yüksək olsun. 50%, 70% müəllim edirsə, 30%-i də valideynin üzərinə düşür bu fəaliyyətin. Deməli, burada əsas məqam ümumi şəkildə yox, bəzən çaşıb deyərik ki, biz valideyn qrupuna məsəl üçün yönəldirik, ümumi iclas keçirik. Xeyr. Yəni şagirdin istər yüksək nəticə olsun, istər aşağı nəticə olsun, fərq eləmir. Və yaxud da ki, davranışında hər hansı bir deməli nöqsanlar ola bilər. Bunu valideynə biz fərdi şəkildə bildirməliyik. Çünki müəllimlər gizlilik, məxfiliyi, yəni konfidensiallığı mütləq şəkildə gözləməlidir. Belə müəllimlər, hələlik bu qədər. Deməli, video izahlarımızdan anında deməli məlumat almaq istəyirsinizsə, kanala abunə olmağı unutmayın. Çox sağ olun, hər birinizə uğurlar arzulayıram.